Bilsinlər ki, o malqara saxlayırlar, o analar, zülüm çəkirlər. Övladları, oğlanları, qızları, Allah'ın dostu bu yaxınlarda şəhərdə idim. Bir oyunlar görürəm, bir biabırçılıqlar görürəm. Qurandan dostu axşam saatlarında əksəriyyəti yox, 99% tələbələrdir bunlar. Və sizin yanınızda Astaradadır, qızını qoy Lənkəran Dövlət Universitetinə. Nə bilim, Gəncədədir, Tovuzdadır, Qazaxdadır, qoy Gəncə Dövlət Universitetinə. Yevlaxdadır, Kürdəmirdədir, Mingəçevir Dövlət Universitetinə qoyun. Qardaş, Naxçıvandadır, nəyə göndərsiniz bura Bakıya? Mən demirəm, Bakıda oxumaq qadağası, xeyr. Amma bu bəzi detallar var ki, xəbəriniz yoxdur. Bir gün dəyişin geyiminizi, gəlin gecə çıxın şəhərə. Görün nələr baş verir, görün nələr baş verir. Qardaş, mən çox şeylər görürəm. Bu TikTok'da özümə girəməyəcəm. 14-15 yaşdakı uşaqlar sevgili axtarırlar. Biabırçılıq demək, ümumiyyətlə də direkti göstərib, bir idmançı oğlandır, direkti mənə mesaj qutusu mənə göstərib. Mən əsəbdən deyimmi, paxıllıq kimi yox. Adam o qədər təəccüblənir ki, elə qızlar, salam yazıb oğlan, salam yazıb şəkil atıb, tələbiyəm, demirəm. Lap deyəyə biri, 20 yanvarda bir universitetin tələbə qızı var, yazmadığı adam qalmayıb. Özləri də əslində, lap belə deyə, aran zonasından. Ay valideynlər, qurban olum sizə, əziyyətlə malqara saxlayırsınız, toyuq cüzə saxlayıb, yumurta satırsınız ki, balanız oxusun. Yaxınlıqdakı onsuz da fərasəti olan, bacarığı olan, lap texniko diplomu ilə də olsa işləyəcək. Laf belə Lənkəran Dövlət Universitetinin də diplomu ilə də işləyəcək. Siz niyə bu bölgələrin universitetlərini belə aşağı səviyyədə görürsünüz? Yenə də deyirəm, Allaha and olsun, mən qalsaydım Lerikdə, mənim övladlarım qəbul olsa birinci yazardım Lənkəran Dövlət Universitetini. Demirsiniz təhsil, adam oxusa, qabında varsa oxumaq, o tələb elib oxuyacaq. Dəxli yoxdur onun. Bir də gəlib Bakı Dövlət